Salam, bugün 5 iyun tarixində 4-cü siniflərə keçirilmiş monitorinq imtahanının suallarının izahına baxırıq. İlk mətnimiz Leylanın dirliyidir. Mətni ekrana qoyacağım oxumayanlar üçün. Videonu durdurub oxuya bilərsiniz. Keçək suallara. Leyla toxumları harada əkdi? Mətnə qaydırıq. Leyla qollarını çırmalayıb işə girişdi. Həvəslə anbarın yanındakı kiçik sahəni təmizlədi. Deməli, toxumları anbarın yanında əkdi. C variantı. Leyla toxumları əkdiyi günün səhəri nə gördü? Yenə mətnə qaydırıq. Ertəsi səhər gözünü açar-açmaz bağa qaçdı. Torpaq dünən necə idisə, eləcə də qalmışdı. Deməli, torpaqda heç bir dəyişiklik olmamışdı. A variantı doğru cavabdır. 6-cı sual. Leylanın dilindən verilmiş hansı cümlədə onun məyus olduğunu hiss olunur? A variantı. İndi isə başlayın böyüməyə. Burada hər hansı bir məyusluq yoxdur. Toxumlar, tez olun, cücərin. Burada da hər hansı bir məyusluq yoxdur. Nənə, bu toxumlar cücərmir ki, cücərmir. D variantı. Bəlkə onlara daha çox işıq lazımdır. D variantında da hər hansı bir məyusluq yoxdur. Amma C variantında onun məyus olduğu hiss olunur. Toxumlar cücərmədiyi üçün məyusluğu hiss olunur. 7-ci sual. Leyla ağacın budaqlarını niyə kənara çəkdi? Bəlkə onlara daha çox işıq lazımdır deyə düşündü və toxumların üstünə kölgə salan ağac budaqlarını çəkib digər budaqların arasına keçirdi. Deməli, toxumlara daha çox işıq düşsün deyə, çuxurlar görünsün deyə A variantı səhvdir. Toxumlara işıq düşsün deyə B variantı doğru cavabdır. 8-ci sual. Yazıq toxumlar qorxurlar ifadəsi ilə nənə əslində nə demək istəyirdi? Qışqırmaq onların böyüməyinə kömək etmir. Onlar səsdən zədələnə bilərlər. Onlarla mehriban danışanda tez böyüyürlər. Onlar səsküydə böyüyə bilmirlər. A variantı da doğrudur. Qışqırmaq onların böyüməyinə kömək etmir. 9-cu sual. Nənənin sözlərindən sonra Leylanın torpağa münasibəti necə dəyişdi? Yazıqlar qorxurlar, sən onlardan çox çətin bir işi dərhal yerinə yetirməyi tələb edirsən. Leyla təəccübləndi. Necə, yəni çətin böyümək məgər bu qədər çətin işdir? Nənə burada fikirlərini deyir. Sonra isə Leyla artıq sizə nağıl oxuyacağam ki, darıxmayasınız. Daha yumşaq münasibət göstərir toxumlara. Leyla başa düşdü ki, toxumlar nə üçün bu qədər tez böyümürlər? Ona görə də artıq toxumların tezliklə böyüməsini gözləmədi. Torpağa qulluq edərək səbirlə gözlədi. Toxumların daha tez cücərməyini istədi. Xeyr. Başa düşəndən sonra ki, toxumlar nəyə görə tez cücərmirlər? Torpağın altında hansı proseslərdən keçirlər? Ona görə B variantı yanlışdır. Daha tez cücərməyini istəmədi. Torpağın təmizlənməyə ehtiyacı olduğunu düşündü. Toxumların asanlıqla böyüyəcəyinə əmin oldu. A variantı doğrudur. Torpağa qulluq edərək səbirlə gözlədi. 10-cu sual. Səməd Leylanın sözlərinə niyə güldü? Çünki Leyla bitkilərdən aralanmırdı. Torpaq yağışdan islanmışdı. Leylanın dirdik dediyi yer ancaq torpaq idi. Leyla torpağın üstünü taxta ilə örtmüşdü. Mətnə qaydaq. Səməd qəhqəhə çəkib güldü. Bu ki sadəcə torpaq yığınıdır. Orada nə bitki var, nə də cücərti. Leylanın dirlik dediyi yer ancaq torpaq idi. Ona görə də D variantı doğru cavabdır. Güclü yağış Leylada toxumlarla bağlı hansı düşüncəni formalaşdırdı? Təbiət hadisələrinin bitkilərə fayda verdiyinə əmin oldu. Xeyr. Güclü yağış yağanda Leyla torpağın üstünü örtmüşdü. A variantı yanlışdır. Torpağı təbiət hadisələrindən də qorumalı olduğunu düşündü. Yağışdan sonra toxumları əkdiyi yeri tapmayacağından qorxdu. Mətndə elə bir şeydən bizə bəhs eləməmişdi. Yağış yağanda toxumların daha sürətlə böyüyəcəyini inandı. Yağış yağanda torpağın üstünə taxta qoymuşdu ki, su düşməsin. Ona görə D variantı doğru deyil. B variantı doğrudur. Toxumları təbiət hadisələrindən də qorumalı olduğunu düşündü. 12-ci sual. Mətndə verilmiş o, sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı. Cümləsi Leylanın duyğuları haqqında bizdə hansı fikri formalaşdırır? O, sakitcə oturub yarpaqların xışıltısına qulaq asırdı. Torpaq hələ də susduğu üçün dillik becərmək fikrindən əl çəkmişdi. Xeyr, fikrindən əl çəkməmişdi. Çox zəhmət çəkməli olduğunu xatırlayanda yorulurdu. Yorulduğu fikri mətndə verilməmişdi. Toxumlara əsəbi olduğu üçün özünü sakitləşdirirdi. Toxumlara əsəbi deyildi. Bu fəaliyyətdən və bağda olmaqdan zövq almağa başlamışdı. D variantı doğru cavabdır. Cücərtiləri görəndə Leyla nəyi anladı?
Toxumların nağılları çox bəyəndiyini, yanlışdır. Toxumların qorxularının keçib getdiyini, bu da yanlışdır. Toxumların onun əmrlərini yerinə yetirdiyini, bu da yanlışdır. Toxumların artıq torpağa kök saldığını, D variantı doğrudur. Çünki nənəsi ona izah etmişdi ki, toxumlar torpağa kök saldıqdan sonra yerin üzünə çıxmağa başlayırlar. Ona görə də D variantı doğru cavabdır. Nənənin mətnin ən sonundakı görürsən, onların işi nə qədər çətindir. Fikri nəyi göstərir? Toxumların cücərənə qədər keçdiyi inkişaf prosesini, Leylanın toxumlara qulluq edib yorulduğunu, B variantı yanlışdır. Torpaqda işləməyin çox çətin olduğunu, bu da yanlışdır. Ağac budaqlarının böyümə prosesini, burada ağac budaqlarından söhbət getmirdi. A variantı doğru cavabdır. Toxumların cücərənə qədər keçdiyi inkişaf prosesi çətin olduğu üçün toxumları nəzərdə tuturdu. 15-ci sual. Hekayədə müəllif hansı əsas ideyanı çatdırmaq istəyir? Başqasının tənqidi işi sürətlə bitirməyə kömək edir. İnkişaf üçün səbir və zəhmət lazımdır. Gözəl dirilik salmaq asandır və tez başa gəlir. Toxumlar nağıl, şeir və mahnı ilə cücərir. Toxumlar nağıl, şeir və mahnı ilə cücərmir. Bu yanlış variantdır. Gözəl dirilik salmaq asandır və tez başa gəlir. Asan və tez başa gəlmir axı. C variantı da yanlışdır. İnkişaf üçün səbir və zəhmət lazımdır. Leyla elə bilirdi ki, toxumlar tez bir zamanda çıxmağa başlayacaq. Amma nənəsi ona başa saldı ki, toxumların çıxması çətin və mürəkkəb bir prosesdir. Buna görə də səbir və zəhmət lazımdır. Ona görə də B variantı doğru cavabdır. Müəllif bu ideyanı bizə çatdırmaq istəyirdi. 16-cı sual. Nənə toxumları səyyahlara bənzədir. Mətnlə bu bənzətməni əsaslandıran cümləni seçib yazın. Nənə toxumları səyyahlara bənzədirdi. Çünki toxumlar yerin altında sanki öz yerlərini, öz yollarını tapmaq istərcəsinə şaxələnirdi. Ona görə də nənə onları səyyahlara bənzədirdi. Növbəti mətnimiz təbiətin super qəhrəmanlarıdır. Bu mətni də ekrana qoyacağam oxumayanlar üçün. Videonu durduraraq oxuduqdan sonra suallara davam eləyə bilərsiniz. Tardiqradların, yəni su ayısının uzunömürlülük kimi, sirri kimi qeyd olunan xüsusiyyətləri hansılardır? İnsanların onları sevimli hesab etməsi və qoruması. Xeyr, sevimli hesab olunan kvokkaları idi. Birinci səhvdir. Uzun müddət yemək və su olmadan yaşaması. Aha, həqiqətən su ayısı, yəni mətnin birinci hissəsində verilmiş bu məlumat uzun müddət su və yemək olmadan yaşaya bilirdi. İtirilmiş bədən üzvlərini bir neçə həftəyə bərpa etməsi. Özünü bərpa etməsi bu canlıya, yəni aksalotlara aiddir. Ona görə 3-də səhvdir. Havasız mühitdə belə sağ qala bilməsi. Su ayısının mətnində bizə deyilmişdi ki, havasız mühitdə, yəni kosmosda belə sağ qala bilər. Ona görə 2, 4, B variantı doğru cavabdır. Mətnə əsasən su ayısı haqqında hansı fikir doğrudur? Pəncələri iti və təhlükəlidir. Xeyr, su ayıları çox kiçikdir. Onun pəncələri ümumiyyətlə yoxdur. Təhlükə hiss etdikləri zaman gizlənirlər. Təhlükə hiss etdikləri zaman gizlənmək Liraya aid idi. Bu mətndəki quşa aid idi. B variantı da yanlışdır. Müxtəlif temperatur şəraitində sağ qala bilirlər. Aha, su ayısına aid idi. Su ayısının mətndəki digər heyvanlardan fərqləndirən cəhət nədir? Bədəninin parlaq rəngli olması. Bizə elə bir məlumat verilməmişdi. Hərəkətləri təkrarlaya bilməsi, su ayısına aid deyil idi hərəkətləri təkrarlaya bilməsi. Yalnız mikroskopla görülməsi, aha, su ayısının mətnində onun yalnız mikroskopla görülməsi qeyd olunmuşdu. Alimlər su ayılarının ikinci adı isə tardigrad idi. Hansı xüsusiyyətlərinin sirrini hələ də tam aça bilməmişlər. Mətnə qaydaq. Onlar yemək və su olmasa tam 30 ilini yuxu rejiminə keçib, sonra yaxşı şərait olanda yenidən canlanıb həyatlarına davam edə bilirlər. Alimlər hələ də onların bu sirrini tam aça bilməyiblər. İsə onu soruşur. Uzun müddətli yuxu rejimindən sonra canlanmalarının A variantı ilə bizim doğru cavabımızdır. Lira quşu ilə bağlı hansı fikir doğrudur? Səs təqlidindən ov etmək və müdafiə olunmaq üçün istifadə edirlər. Aha, A variantı doğrudur. Düşməndən gizlənmək üçün
Mətin ağac budaqlarında gəzirlər. Xeyr, ağac budaqlarında gəzdiyi fikri bizə verilməmişdi. Əsasən gündüzlər yatır, gecələr yem axtarırlar. Əksinə idi. Gündüzlər yem axtarırdılar. Geniş və açıq olan ərazilərdə yaşamağa daha çox üstünlük verirlər. Mətndə elə bir məlumat verilməmişdi. A variantı doğru cavabdır. Mətnə əsasən lira quşu təhlükə hiss etdikdə nə edir? Ağacların hündür budaqlarına qalxıb orada dayanır. Xeyr. Lira quşu təhlükə hiss etdikdə sürətlə qaçaraq kolluqların arasında gizlənirlər. Ağacların hündür budaqlarına qalxıb orada dayanır. Yanlışdır. Sürətlə qaçıb sıx kolların arasında gizlənirlər. Elə B variantı doğru cavabdır. Kvokkaların ölçüsü təxminən hansı heyvanın ölçüsünə bənzəyir? Mətndə bizə kvokkaların ölçüsünün ev pişiyinə bənzədiyi deyilmişdi. Ona görə də C variantı doğrudur. Kvokkalar niyə həmişə xoşbəxt görünürlər? Mətndə bizə deyilmişdir ki, xoşbəxt görünməklərinin səbəbi onların ağız quruluşundan ibarət idi. Davranışları sakit və mülayim olduğu üçün yanlışdır. Üz cizgilərinin onları gülümsəyirmiş kimi göstərdiyi üçün elə B variantı da doğru cavabımızdır. Mətnə görə kvokkaların xüsusiyyətləri haqqında hansı fikir doğrudur? Baxaq, kvokkalar hansı xüsusiyyətə malikdir? Bizə burada deyir ki, kvokkalar aylarla susuzluğa dözə bilirlər. Deməli, C variantı doğrudur, onlar dözümlüdürlər. Niyə aksolotl özünü yenidən yaradan canlı adlandırılır? Baxaq variantlara. Suyun temperaturuna uyğun rəngini dəyişdiyi üçün xeyr. Uzun ömürlü olub illərlə eyni formada qala bildiyi üçün xeyr. Həm suda, həm də quruda yaşaya bildiyi üçün xeyr. İtirdiyi üzvlərini bərpa edə bildiyi üçün, bəli, bu mətndə də bizə verilmişdi. Müəllif niyə aksolotlun qolunun Lego parçası ilə müqayisə eləyir? Çünki Lego parçasını da istədiyin vaxt söküb yığa bilirsən. Həmin canlılar da hər hansı bir parçasını bərpa eləyə bildiyi üçün Lego parçası ilə müqayisə eləyir. Aksolotlun bədənini oyuncaqlar kimi rəngarəng olduğunu bildirmək üçün, xeyr, rəngarənglikdən söhbət getmirdi. Onun uşaqlar tərəfindən sevilən bir oyuncağa bənzədildiyini oxucuya çatdırmaq üçün, bu da yanlışdır. Bərpa olunma prosesini oxucunun təsəvvüründə aydın canlandırmaq üçün, aha, C variantı doğrudur. Mətnin yazılmasında müəllifin əsas məqsədi nədir? Müəllifin əsas məqsədi mətnin ən birinci hissəsində, yəni mətnin bu hissəsində bizə verilmişdi. Siz heç düşünmüsünüzmü, əgər heyvanlar arasında olimpiya oyunları keçirsəydi, qızıl medalı kim qazanardı? Sonra isə özünəməxsus xüsusiyyətləri ilə seçilən heyvanlar haqqında bizə məlumat verib. Dünyanın ən sürətli və nəhəng heyvanlarını oxucuya daha yaxından çatdırmaq, tanıtmaq. Xeyr, bizə sürətli və nəhəng heyvanlardan söhbət getmirdi mətndə. Təbiətdəki hər bir canlının özünəməxsus bir gücə malik olduğunu göstərmək, mətnin başlığında bu haqda söhbət getmişdi. B variantı doğrudur. Mətndə son abzas başlıqsız verilib. Aşağıdakılardan hansı həmin hissə üçün başlıq ola bilməz? Son abzasa gedək. Aha. Mətnin son hissəsində bütün canlılarla bağlı məlumatlar verilib və ümumiləşdirilib. Hər bir canlının özünə məxsus xüsusiyyətləri və super gücləri olduğu haqqında məlumat verilib. Texnologiya təbiətdən üstündür. Təbiətdə zəif canlı yoxdur. Hər canlının öz bacarığı var. C variantı doğrudur, amma bizdən yanlışı istəyir. Güc fərqli formalarda olur. D variantı doğrudur. Texnologiya təbiətdən üstündür. A variantı yanlışdır, çünki mətnin ən başlığında deyirdi ki, texnologiya təbiətdən bəzən geri qalır. B variantı təbiətdə zəif canlı yoxdur. Mətndə onu deyir, amma deyir ki, təbiətdə zəif anlayışı demək olar ki, mövcud deyil. Tam olaraq mövcud olmadığını söyləməyib. Ona görə də A variantı yanlışdır. 30-cu sual. Lira quşu haqqındakı hissədə onun təbiətin ən bacarıqlı səs yazan cihazı olduğu deyilir. Müəllifin canlı quşu cihaz adlandırılmasını əsaslandıran hissəni mətndən seçib yazın. Lira quşu haqqında olan mətnə qayıdırıq. Müəllif səs yazan cihaz adlandırmışdı liranı. Çünki bu quş təkcə digər quşların nəğmələrini deyil, ətrafda eşitdiyi hər şeyi təqlid edə bilir. Elə buna görə də müəllif ona səs yazan cihazıdır deyə həmin hissəni gətirib burada yazmaq olar. Çünki bizdən mətndən seçib yazın deyir. Azərbaycan dili sualı 30 sualdan ibarət idi. Bu isə bizim sonuncu sualımız idi.